Bu günləri sonsuz kök düsturlarının bir ikisini sizinlə paylaşmaq istəyirəm. Əgər ədədi n-ci dərəcədən a-ya vura-vura getsək, onda ifadəmiz olacaq a n-1-ci dərəcədən. Buna aid bir nümunə işləyək. Tutaq ki, deyək ki, 3-cü dərəcədən 16 vurulsun 3-cü dərəcədən 16, 3-cü dərəcədən 16 və bunlar hamısı bir-birinin içindədir. Nöqtə bərabərdir nəyə? Dedi ki, kökün dərəcəsi olacaq 3 çıxılsın 1, yəni 2 və 16. Bundan da 4 çıxır. Demək ki, bu ifadənin qiyməti 4-ə bərabərdir. İndi bunun bölməsinə baxaq. Bölmə olarsa, n-ci dərəcədən a bölünsün n-ci dərəcədən a bölünsün n-ci dərəcədən a. Belə olan halda isə düsturumuz olacaq n üstəgəlsin 1a. Yəni kökün dərəcəsi n plus 1 olacaq. Nümunə yazaq. 32 bölünsün 4-cü dərəcədən. 32, burada da 4, 32. Bu şəkildə gedirsə, onda düstur olacaq 4 üstəgəl 1, 5, 32. 5-ci dərəcədən 32-dən 2 çıxır. Demək ki, bu ifadənin qiyməti 2-yə bərabərdir. Sonsuz köklər düsturlarıdır bu. Bu vurmasıdır, bu da bölməsidir. Digər videoda da toplamasına və çıxmasına baxacağıq.